Hə, dedim bunu əlavə edim heç olmaya vloguma. Deməli, dəyərli izləyicilərim, burada ətim var. İndi onu atacağım, bişsin. Görək bunu nə bişirərəm. Bu arada bugün vlog çəkməmişəm. Niyə çəkməmişəm? İşığımız gedib gəlib. Telefonun zayitkası olmayıb, belə deyim. Və sonra gəldi. Və mən də bugün nəsə nastroyenim olmadı. Elə işığın gedib gəldiyinə axşamdan bəri gedir gəlir. Vlog çəkməyə, belə deyim. Dedim, indi saat 16:10 oldu. Heç olmasa deyim, indi bunu getdim, çıxartdım. Dedim, axşama yemək pişirim. Bilmirəm belə bunun üçün nə var. Tez bazar atım pörtəsin. Ürəyimdən aş keçir, yalancı aş, belə deyək. İndi baxacam vəziyyətə, görək necə olacaq, nə bişirəcəm. İndi görək nə edirik. Evi süpürmüşəm, silmişəm. Prosta eyni iş gördüyümə çəkmədim. Hər gün elə ev eyni iş. Süpür, sil, təmizlə. Hə, çək. Baxıram ki, o marağı yoxdur. Marağı yoxdur. Heç olmasa həftədə adam bir daha eləyər də. Eyni gün adam çürüyür. Zaten siz də hər biriniz elə süpür, sil, təmizlə. Yəni onun nə marağı var? Mənim fikrimcə marağı yoxdur. O görə dedim, bu səfər yemək pişirmə vlogu eləyim. İndi bilmirəm ha, bunun içində nə əti var. Bunu indi görüm buz da açılmadı bunun. Açılsın, baxaq görək bunun içində nə var. Ondan bişirim. Heç olmaya vlogumu 18:00 çatdıra bilim. İndi söndürüm, bir dənə bunu açım, gəldim. Deyəsən bu, səhv eləmirəmsə, ördəyə oxşuyur. Qaynanam göndərib bunu. Səhv eləmirəmsə ördəkdir. Qaz deyil, qaz oxşatmıram nəsə. İndi bilmirəm, pişirəndə biləcəm ki, bu nədir. Mən tam başım çıxmır, o qaz, quş, belə. Bir də hindişka seçə biləm, bir də çobanı. Bunu seçə bilmədim, bu nədir. İndi bunu taxaq toka. Hə, taxaq. Qızlar, bir də onu ora niyə qoymuram? Bura qoyuram. Bura nəsə mənə rahat gəlir. Zaten uşaqlarla da qoymuram da bu yana keçməyə. Yoldaşım dedi qoyaq yerinə. Dedim yox, qoymayaq yerinə. Bu arada bunun üstünü falan siləcəm. Sabaha inşallah mətbəx təmizləmə vlogu çəkmək istəyirəm. İnşallah görək qismət olsa. Halım yaxşı olsa. Hə, çəkmək istəyirəm. Yəni mətbəxim baxın, yəni baxıram ki, artıq təmizləməyə hazırdır. Təmizlənməlidir. Və mən də istəyirəm mətbəx təmizləyəm. O balaca xalçanı da istəyirəm gətirib atam ora. O 2 tava, qazanla tava təmizləyib, bu yox, indi qoymuşam ora. İstəyirəm ki, xalçanı da, həm də ki, qab yuyanda yerim dar olurdu bu orada olanda. Həm bura rahatdır, bir də rozetkanın, ki orada rozetka görsün. Rozetka nə deyil? Tranik, o dil netir. Ora taxıq, təzən şey eləmirəm, deyil, buradan hasatdan taxıram, deyil. Hə. Nə deyirdim? Həm də ki, rahat qabımı yuya bildim, bir yaxdan ora girə bilmirdim, sıxışıb qalırdım. İndi mən əkizlər bürcüyəm, mən hər an qərarım dəyişə bilir. Bir də gördünüz, götürüb qoydum, yəni. Hələ ki, yəni, buradadır. Hə, bir də mətbəx təmizləyəcəm. Çünki içi zadı baxıram, qarış-qırış olubdur. Harsa bir 10 gün zadı bundan qabaq təmizləmişdim. Çəkməmişdim, vlogu var idi deyənə. Amma deyirəm, ikinci vlogda olsun, qoşuq söndürək. Ay, gedək paltara sərək. Hə, burada atdım, ətimi bişsin. Gedək paltara sərək. Sağ ol, başım ağrıyır. Paltarları. Və bunu da kalqonla yumaq istəyirəm. Paltar yuğanı. Prosta indi paltarları qutarsın. İndi bunu da üstünü gətirib təmizləmək istəyirəm. Bunu ağlardı deyənə. 2 saat olsun, iyi qoy.
Təmizsin. Hə, nədir qızım? Bu arada baxın, buranı səliqəli saxlamağa çalışıram. Uşaqları qoymuram. Deyirəm, heç olmasa bir qapma asan olsa bura təmiz qalsın. Hə. İndi yer süpürəcəm buranda. Bunun üstündə adı çox bilinir, nəsə. Düz burada atam yatır, belə necə deyim, bir də atam yatır, elə istifadə edirik. Hə, bir də o suala cavab verim, qoy. Demişdilər ki, atan niyə sizdə qalır? Elə bir ki, mamam ki, rayonda qalır. Rayonda belə necə, qardaşım ilə qalır. Hələ ki. Hə. Elə ki, gəzməyə gelir də, elə deyim. İndi inşallah gələcək, sentyabrda gələcək. Çünki bacım məktəbə gedir. Atam da istəmirəm tək qalsın evdə. Onun üçün çağırıram ki, gəl bizə. Bunu da açdım. Bu biraz daha çox açım. Bu arada burada rolik var. Prosta niyə sərmirəm? Mən şpirka alıram. Uşaqlarım şpirkaları məhv edir. Bu otağa gələndə çıxırlar, məhv edirlər. Şpirkaları. Nəysə, paltarlar sərim. İndi oradan paltarları asım, bir dənə belə eləyim gələm. Və sərdim belə. Artıq hazırdır. Hə, vəsiyo, gedək. Deməli, dəyərli izləyicilərim, vlog eləyəcəyim, yemək vlogu. İndi bunu kəfin yığacam. Hə, bunu da suyuna düyün atacam. Çünki qəşək, baxın, qəşək suyu var. Hə. Prosta bir şey var ki, mən bu videonu, elə bir ki, mən izləyicilərim 18.00 oldu da, yəni böyük kütlə, belə deyək də, yəni elə göstərir. Elə bir ki, 18.00 paylaşmalıyım da mən videonu. Prosta indi mən 18.00 videonu paylaşa bilmirəm. Səbəb nədir? Səbəb odur ki, işıqlar gedir, yanır, gedir, gəlir, gedir, gəlir. Mən bunu düz saat 2-dən, günorta 2-dən çalışıram ki, bu yeməyi pişirəm də. Hə, o da ki, olmur da, yəni alınmır, qətiyyən. İşıq gedir, gəlir, mənlə oynayır. Gəh paltar atmaq istəyirəm, gəh neynirəm, yəni. Ona görə bu videonu çəkə bilmədim mən. Yəni, tam halım, belə qəşək bunu aş eləyəcəkdim. Hə, onu çəkə bilmədim mən. Çox-çox üzürü sayın. Amma ki, çalışacağım ki, uzun vlog ən azı bir 7-8 dəqiqəyə çıxar inşallah. Hə, çox heyif, mən bunu çox çəkmək istəyirdim, dəhşət çox çəkmək. Bilirəm ki, axşam atsam, elə ki, vlogu tutmayacaq da, yəni heyif gedəcək. Bunu çəkəcəm bir, amma sabahda, sabah vlogumda, səhərdə, yəni yemək vlogu olaraq bilmirəm, bəlkə atdım. İndi baxarıq, amma bunu çəkəcəm çəkməyən. İnşallah ki, işıq getməz. Çünki işıqdır, problem işıqdır, işıq nədənsə gedir, gəlir. Dünəndən belədir, dünən saat 5-dən bu yana bizdə belədir. İşıq gedir, gəlir, gedir, gəlir, gedir, gəlir. Bezləyirəm, dünən axşam da yemək pişirməmişdim. Yəni belə, yəni vəziyyət budur bizdə. Sizdə necədir? İşıqlar gedirmi? Yoxsa sizə getmirmi işıqlar? Bizdə işıqlar gedir, gəlir, nəsə. Yəni bu işıq söhbətini çox dedimi? Hə. İndi əlavə bilmirəm nə eləyim ki, mən bu vloga qoyum. Paltarıqdan da 1 saat 11 dəqiqəsi qalıb. Təmizlik yenə deyirəm, təmizlik eləmədim ki, bəxtəvər kimi bir fərqli vlog olsun. O da ki, belə oldu. İndidən hər birinizdən üzr istəyirəm. Çünki mən də istəmirdim belə olsun. Əslində bunu istəmirdim vlog paylaşım. Elə işıq keyif gəldindən sadəcə istəyirəm ki, səhifəm boş qalmasın da. Dəyərli izləyicilərimə vlog atım. Uşaqlar nə edirsiniz? Uşaqlara dondurma yer, Dəryan ağzına baxın. İndirimdə olan dondurma var, belə 65 qəpikdir. Ay Allah, ay Allah. Dəryan ağzına baxın. Ondan almışdım. Ay bala, sürtüşdürmə də. Ay Dərya, nədir bu? Bura gəl. Bura gəl. Niyə belə eləyirsən? Niyə belə eləyirsən? Gələ indi sən apar, mən sinizdirəm.
Her yana da təzə yumuşdum üstüm mən. Qızlar da burada belə heç nə. Evdəsini təmizləmişdim, getmişdim. Evdə belədir. Heç belə. Ey, yox. Dağda sökürsün üstə başı. Olmaz. Bunu da uşaqlar cırıb, baxın. İmkan vermir ki, orada dura. Belə göstəreyim. Belə nasirenin korrandı, and Allaha. Belə olduğuna. Çünki mən həvəslə istəyirdim ki, vlog paylaşam da. Heç kimsə bunu uzun zadını atım edeyim, çəkim. Çox həvəsli idim ki, bu vlogu çəkim. 2 gündür mən bu yeməyi pişirmirəm ki, mən vlog çəkəcəm. Yemək vlogu. Kəfin yağ, bu bir dənə qab götürün. Bismillahirrahmanirrahim. Nə varsan? Aleyküm salam. Sən o bir sot aç istərsən, neysən canım? Yoldaşım gəldi. Yoldaşım qripliyibdir. Onun üçün deyirəm o bir sot aç etsin. Uşaqlara keçməsin. Qrip. Bunu kəfin gətirib şeylə yığacam. Hər yerə gətirəm. Kəfcirlə yığacam bunu. Yaxşı yığa bilmədim. Birazdan girim edit edeyim. Heç olmaya nə çıxar da yəni. Üzürü sayıyorum, inşallah daha yaxşı yerim. Sən mən onunla düzəldim Rahel. Gedib sarçuk almışam. Sarçuk almışam. Zəncəfil almışam. Zəncəfilin içində var az belə. Zəncəfil almışam. Tozunu almışam. Bu qabımda dedim yoldaşıma qarışım düzəldim. Bunu qabımda qoyaq bura. Bal da qoyaq. Qarışım düzəldim yoldaşıma. Yoldaşım xəstələnibdir, yenə qrip olubdu. Hardan keçir bilməm də buna. Bunlarla indi mən ona qəşəng qarışım eləyim, gəlirəm. Düzəldeyim. Bu həm immuniteti qaldırır. Həm də adam belə, necə deyim. Məsəl üçün yağları, qarın yağlarınıza nərdiyir. Həm özüm içirəm, həm də yoldaşıma verirəm. İçməyə. Ve bunu da çiğne halayım her ihtimalle. Sarçukəsini qaynadı vatanı yaxşıdır. Prosta sarçuk da xeyirdə. Bir damla uzatdım, çox atmadım. Bunu qaba boşaldacağım. Biraz daha bundan ataq. Zəncəfil tozu. Lap darçın da olsa qəşəng olar. Prosta deyirsən darçını qutarıb, bilmirəm. Bu da bal. Baxım görüm darçının var mı?
Bir parça var. Dartsın da. Ve karıştırırıq. Qoymayın dəryan ora çıxma qızlar. Hazırdır artıq. Və paramı veririm yoldaşıma içməyə. Belə. Özüm gəlib içəcəm. Vlogumuz buracan olsun. Sağ olun. Allah'a əmanət olun. İnşallah ki izləyərsiniz. Sabaha mükəmməl vlogla gələcəm. İnşallah mətbəx təmizliyi. İnşallah. Sağ olun canlarım. Var olun.